Gələcəyim ev Məhəmmədi dairəsinə yaxın. Kürdaxanı, Pirşağı, Zabrat, Məhəmmədi ana yoluna piyada çıxa biləcəyimiz məsafədə. 2 sot yarımın içində 6-7 daş kürsüdə, dairəvi qoşadaş, üstü kəmərli, tam təminli, 4 otaqlı və ən əsası evində, torpağında çıxarşı olan həyət evi çıxıb satışa. Bisetkası var həyətində, üzrə güc-keçə bisetkasına bax. Birinci gün düşəndə kölgə sistə bunun içinə vurur. Evin padvalına, yuxarısına keçidi var. Stat qiyməti 115.000 manatdır. Real müştəriyə təbii ki, endirim olacaq. Maşın girmək üçün geniş qapı ayrıca qoyulub. Rahat şəkildə həyətinə girir. Həyətinə tam döşənib. Sağından, solundan evlənən məsafəsi var. Arxasına da eyni qaydada. Evin də torpağında çıxarışıdır. Xüsusi mülkiyyət fərdi yaşayış məntəqələri təyinatlıdır. Start qiyməti 115.000-dir. Real müştəriyə endirim təbii ki, olacaq. Bütün kommunal sistemləri çəkilib. Hamısının sayğacı qoyulub. Ev 120 kvadrata yaxındır. Geniş mətbəxi. İstilik sistemi kombidə hər otan xətti çəkilib. Dipolda görürsünüz, par-par yanır. Bilinir ki, qəşəng laxlanıb. Evin ən kiçik yataq otağı. Ümumilikdə 4 otaqdan ibarətdir. Növbəti yataq otağı. Digər yataq otağı. Sanitar qovşağı, sanuzeli, ikisi bir yerdədir. Keramika, mərmər, qranit döşənib, istipoldur. Bilezlərim qiyməti 115.000 manatdır. Real müştəriyə endirim təbii ki, olacaq. Videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm.